Bismillahirrahmanirrahim. Xoş gördük hər birinizi, dəyərli izləyicilər, əziz həmvətənlər. Hər birinizi Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah subhanahu wa ta'ala bizdən də, sizdən də salih əməlləri qəbul etsin. Rəbbim tutduğumuz orucları, qıldığımız namazları, oxuduğumuz Quranı, etdiyimiz bütün yaxşı, salih əməlləri bizdən də, sizdən də qəbul etsin. Və Allah subhanahu wa ta'alaya həmd olsun ki, Allah ta'ala bizə bu gözəl ayda oruç tutmağa, ibadət etməyə müvəffəqiyyət verib. Həqiqətən də bir mömin üçün Ramazan ayında oruç tutmaq, Allaha ibadət etmək, yaxşı işlər görmək böyük bir xoşbəxtlik deməkdir. Və ümidvaram ki, hər bir müsəlman Ramazan ayından ona lazım olan şəkildə ibrət dərsini götürəcək. Və müsəlman Ramazan ayı qutaranda müsəlmançılığı qutaran müsəlman olmalı deyil. Biz ilimizin hər bir gününü Ramazan ayında olduğumuz kimi əməl salih, xeyirxah, Allaha itaət edən, Allaha baş əyən bəndələr olmağa çalışmalıyıq. Çünki Allah Taala'nın mərhəməti il boyu bizim üzərimizdədir. Əgər biz o qapını döysək, mərhəmət qapısını döysək, Allah subhanahu wa ta'ala bizə o mərhəməti nəsib edəcək. Yetər ki, biz öz səylərimizi yerinə yetirək. Yəni biz bir addım atsaq, Allah Teala bizim qarşımıza 10 addım atacaq. Biz 10 addım atsaq, Allah Teala onu ona vuracaq, 100 addım atacaq. Yəni Allah Teala öz mərhəmətini, öz xeyirxahlığını bizdən əsirgəyən deyildir. Yetər ki, biz bəndələr azca da olsa əməl eləyək, amma az olsa belə onu davamiyyətli etməyə çalışmaq lazımdır. Və bir də ki, dəyərli izləyicilərimiz, əziz müsəlmanlar, dua etməyi də unutmayın. Bir çox müsəlmanlar Allaha dua etməkdən qafildirlər. Yəni, insan var, görürsən ki, aylarla əllərini açıb Allaha dua eləmir. İnsan var, illərlə əllərini açıb Allaha dua eləməyib. Mömin, müsəlman həmişə Allaha dua etməli, Allahdan istəməlidir və Allah subhanahu wa ta'ala da ondan istəyən bəndəsinə qarşı heç vaxt yorulmaz. Əksinə, Allah Teala həmin bəndəsi daha çox sevər, onu daha da ucaldar. Və bir də dualarınızda valideynləriniz üçün, övladlarınız üçün, qohum əqrabanız üçün, məmləkətimiz üçün, millətimiz üçün, xalqımız üçün, bu diyarın, Azərbaycan diyarının əmin-aman olması üçün, bizi fitnələrdən, fitnə əhlindən, şərdən və şər əhlindən qoruması üçün də dua etməyi unutmayın. Və bir daha bayramınızı təbrik edirəm. Allah bizdən də, sizdən də qəbul eləsin. İnşallah növbəti yayımlarımızda görüşərik. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu.